Herkese salam, hər birinizi xoş gördük. Bu gün mən sizə ağırlıq qüvvəsi bölməsinin izahını verəcəm. Bilirəm, başa düşürəm, ağırlıq qüvvəsinin adı çəkiləndə uşaqların bir içinə ağırlıq çökür və bu dərsi çox sevmirlər. Ancaq narahat olma, sizə asan və daha rahat şəkildə mən izahlarını verəcəm. Deməli, baxın əziz şagirdlər, ilk növbədə ağırlıq qüvvəsini kim kəşf edib? Ümumiyyətlə, Newtona qədər ağırlıq qüvvəsi bölməsi haqqında bir neçə alimlərin fikri var idi. Newton isə 1687-ci ildə, deməli, təbiət fəlsəfi və riyazi kitabında bu haqda daha ətraflı şəkildə məlumat verdi. Deyirsiniz ki, müəllimim, biz Newtonu bilirik, necə bilirlər? Təbii ki, başına alma düşən alim kimi. Yazıq Newton o qədər kəşf eləsin, gəlsin indiki uşaqlar səninlə tanısın. Əslində belə baxanda Newton, deyərsiniz, riyaziyyat var, fizika var, nə əlaqə? Newton, belə deyək, kaş olur, ən yaxşı, mən öz şəxsi fikrimə görə ən yaxşı riyaziyyatçı hesab edirəm. Desəz ki, mənim ən yaxşı fizikçidirmi? Onu biraz yox, çünki mənim daha yaxşı fizikçilərim var da, öz beynimdə tutduğum, daha sevdiyim başqa fizikçilər var. Ancaq ən yaxşı riyaziyyat fizikçisimi bəli. Yaxşı, biz bugün nədən söhbət edirik? Biz bugün söhbət edirik ağırlıq qüvvəsi, ümumdünya cazibə qüvvələri və qravitasiya qüvvələri. Bunlar nə deməkdir? Baxın, kainatda bizim gördüyümüz hər bir şey arasında bir-birinə təsir edən qüvvələr var. Və bu qüvvələr inanın ki, belə deyim də, bir-birinə daima cazibə xarakteridir. Həm cazibə, həm itələmə. Burada biz necədir? Yəni, bu tarazlaşma prosesi var da və bu ümumdünya cazibə qüvvəsinin yalnız cazibə xarakteridir və həmişə böyük kütlə cisimlər arasında daha böyük olur. Bu nə deməkdir? Baxın, sizə bir şey deyəcəm. Newton bir dənə bizə düstur verdi kitabında. O kitab çox gözəl kitabdır, oxumağınızı sizə tövsiyə edərəm. Lakin mən oxumuşam müəllim kimi, yəni orada sadəcə bu düsturun bir hissəsi gedir də. F bərabərdir J, M1, M2 bölək R-in kvadratı. Hadi mən biraz bunu yaxınlaşdırım bizə. Daha rahat olsun. Aha, düsturu sizdən ötürü yaxınlaşdırdım ki, qoy rahat olsun. Baxın uşaqlar, burada F qüvvət, J qravitasiya sabitidir. Qravitasiya sabiti deyəndə sabitin hər dəfə bir dənə müəyyən bir qiyməti olur. Məsələn, bu J-nin sabitin qiyməti, burada J-nin qiyməti 6,67 vuraq 10 üstü mənfi 11'dir. Vahidimiz isə Newton vuraq metr kvadratı bölək kiloqramın kvadratıdır. Bunu əzbərləyə bilməyən uşaqlar problem deyil. Onsuz da uşaqlar. O J-nin qiymətini orada sizə hər dəfə məsələnin altında şərtdə verirlər. Əzbərçilik problemi yoxdur. Və buradan uşaqlar görürsünüz ki, bu qüvvə bu nöqtələr arasında, hissələr arasında kütlə ilə düz mütənasibdir. Ancaq məsafənin kvadratınla tərsdir. Ancaq bunu düsturda yazanda F R kvadratı. Bax, məsələn, sizə desək ki, asığı belə qurur. Məsələn, mən sizə desəm ki, radius 5 dəfə artdı, qüvvə necə dəyişir? Deyirsiniz ki, müəllimə, 25 dəfə azalır. Məsələn, mən desəm ki, tutalım ki, mən bu kütlələrin hər birinin kütləsini 2 dəfə artırsam, deməli, onda M1-də 2 dəfə artır, M2-də 2 dəfə artır da, hər birinin kütləsinin artmağı 4 dəfə artmaq. Artıq onda avtomatik qüvvəmiz 4 dəfə artır. İndi mən bunu sizin vaxtımız getməsin, mən dayanım. İndi orada əsas məsələ nədir? Orada bircins kürə anlayışı var və bunu deyirik ki, mən bircins kürə olan sahə nə demək, nəyə deyilir? Baxın, bir dənə belə bir kürə olur və burada mənə bir sıxlıq verirlər, bir cisim verirlər. Və bu sıxlıq, yəni sıxlığı sabit olan sahədə, bax, bu sahəyə bircins kürədə olan bir sahə üçün deyirlər. Desiniz ki, ay mənə, bunun digər sahələrdən fərqi nədir? Bilirsinizmi, buradakı məsafələr səthdən yox, deməli, kürənin mərkəzindən yox, onun arasındakı məsafədən hesablanır. Bu necə olur? Baxın, məsələn, belə bir kürədir, 2 dənə kürədir. Məsələn, mən bunlar arasındakı məsafə bura qədər hesablayıram, yəni mərkəzdən hesablamıram. İndi mərkəzdən hesablamaq olmaz. Çünki mərkəzə görə hesablasam, mən onda ağırlıq qüvvəsini üstün götürürəm. Ona görə onu yaza bilmərəm. Yaxşı, müəllim, bəs burada bizim bir dənə misalımız var. Bu misalda nə deyirdi bizə? Deyirdi ki, deməli, olur. 2 dənə bizə toxunan kürə verir bir-biri ilə. Bu R1 olsun, bu da R2 olsun. Mənim düsturum nədir? F bərabərdir J, deməli, M1, M2 bölək R kvadratı. Gəl məntiqdən düşünək. Mən M-i əvvəlcə necə götürmüşdüm? Yadınızda salın görüm. V bərabər 3-4 pi kubu yazırdıq da, onu harada yazırdıq?
Mən M-in yerinə Rho yazsam, Rho üstüdür pi kubu yazaram. Bəli, müəllim yazaram. Deməli, hər bir kütlə R-in kubundan düzdür. Düzdür mü ay uşaqlar? Onda bunun yerinə R kubu yazdım. Yazdım müəllim. Bura R kubu yazdım. Yazdım müəllim. M2-nin əvəzinə. Burada R kvadratı var mı? Bundan da bu getdi mi? Nə qaldı? R üstü 4. Deməli, toxunan kürələrdə qüvvə R üstü 4-dən düz asılıdır. Bildiniz mi? Bax, bu qaydanı qızıl qayda kimi unutmuyor. Yaxşı, keçdik. Çox asandır, narahat olmaq, çətin yoxdur. Bir dənə sizə düstur verəcəm, orada hündürlükdən bağlı. F0-ın düsturudur, çətin deyil, bu da yenə asandır. Elə bir qlobal bir şey yoxdur, yəni ki, müəllimə bunu bilmirik. Bu düsturu götürün. F0 bölək FH bərabərdir. R plus H-ın kvadratı bölək R kvadratı. Mən buradan yer səthində olan qüvvəni tapsam və belə deyim də R kvadratı bölək, baxın, FH, vuraq nə yazıram? Bu ayağında hündürlüyü yazmışam, amma bu bunu böyük yazmışam. R plus H-ın kvadratına. Ay uşaqlar. Məsələn, indi orada sizə məsələlər var, o məsələlərdə görəcəksiniz və bu düsturu unutma. Və yadınızda saxlayın ki, artıq, bax, bu F R-in kvadratının tərsdir. Ancaq hündürlüyün yenə də tərsdir. Ancaq hündürlükdən başı bitişik tərsdir. Bax, müəyyən bir hündürlükdən başladığı üçün qrafik başı bitişik tərsdədir. Bunu yadınızdan çıxartmayın. Yəni, orada əsas hissələrimiz bunlardır. Və indi gələm ağırlıq qüvvəsinə. Ağırlıq qüvvəsi əla, ən sevdiyim hissə. Ağırlıq qüvvəsinin düsturu nədir? F ağırlıq bərabərdir mg. Ağırlıq nədir? Ay uşaqlar. Hər birimizin ağırlığımız var. Mən nə edirəm? Yerə təsir etdiyim qüvvədir. Bu nədir? Ağırlıq qüvvəsidir. Ağırlıq qüvvəsini nə deyirəm? F ağırlıq bərabərdir mg. O da uşağa birine sual verirəm. Deyirəm, ağırlıq qüvvəsinin vahidi nədir? Durub baxır. Newtondur da. Nə fərq var? Bütün qüvvələr Newtondur. Vahid nədən ölçürəm? Dinamometrdən ölçürəm. Nədən ölçəsiyəm ayrı? Burada J nədir? J deyirlər sərbəst düşmə təcili və ya da ki, qravitasiya sahəsinin intensivliyi. Aşağı sərbəst düşmə təcilinin vahidi Newton bölü kiloqramdır və tam açanda metr bölü saniyə kvadratına gəlir. Ancaq bizdə əsas bu istifadə olur. J'nin düz soruşsaz ki, mən bəs J'nin öz düsturu var mı? Var təbii ki. Niyə yoxdur? Heç olar mı olmasa? J bərabər nə yazıram? J M bölü R'in kvadratı. Yəni J R'in kvadratından tərs asılıdır. Ay uşaqlar, əslində məsələ həllərində J'nin qiymətini 9,8 verirlər təqribi. Bəzi hallarda isə təqribi nə bilim 10-a qədər verə bilərlər. J'nin qiymətini biz məsələn məsafə artdıqca, hündürlük artdıqca azaldığını bilirik. Və J əsasən belə deyək ki, ekvatordan, qütblərdən asılıdır. Məsələn, qütbə doğru getdikcə J'nin qiyməti daha çox olur. Ekvatora doğru gəldikcə isə azalır. Bu necə yanında saxlayın? Mənim uşaqlara deyirəm ki, qütbdə qütb ayları var və qütb ayları çox yemək yeyir. Ona görə də J'nin qiyməti orada çox olduğu üçün onu J'ni aylar yeyir. Qütbdə. Deyirəm, ancaq ekvatorda yoxdur da. Ay yoxdur da çox yemək yemir. Neyini etdi? Aylar yeyir də qış yuxusunda yatır. Ekvatorda qalır beləcə. Ekvator. Deməli, qütbə gedəndə J'nin qiyməti artdı, ekvatora doğru gəldikcə azaldı. Bir də uşaqların çaşdığı məqam nədir? Ağırlıq qüvvəsini deyəndə, uşaq elə deyir ki, mənim aşağı. Deyirəm, ay bala, aşağı hara aşağı? Deyir, aşağıdır mənim. Öz dediyini deyir də. Yəni, bir dəfə öyrətmişəm ki, ağırlıq qüvvəsi mərkəzə yönəlir. İndi uşaq da elə bir ki, mərkəz elə həmişə aşağı olur. Deyirəm, aşağı hara? Deyir, aşağı mənim, aşağı. Elə mərkəz aşağı hesab edir. Məsələn, mən buradayam. Məsələn, mən bu M.'dan buradadır. Məsələn, mənə deyir ki, bunun mərkəzə, çevrənin mərkəzinə doğru ağırlıq qüvvəsi hara yönəlir? Bunun mərkəzi buradır, bura yönələcəm. Mən durub bunu aşağı yönəldə bilmərəm ki, alınmaz da uyğun olmaz. Bu J'ni, F'i də, o qiymətləri də, J'ni də təbii ki, sərbəst düşmə tədrində mən nədir? Aşağı götürə bilərəm və götürürəm də. Və daha da düzgün olur. Sonra, ayrı heç nə. Bax, bu da bizim ağırlıq qüvvəmizdir. Bu dərsimizin izahıdır. Bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Gələn dəfə görüşək.